Bugün sınaq imtahanında istifadə olunmuş bəzi suallara baxırıq uşaqlar. Burada deyir ki, qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Ordinat oxuna nəzərən simmetrikdirsə, bu funksiya cüt funksiyadır. Deməli, fx-də hansı qiyməti alıbdırsa, f mənfi x-də də eyni qiyməti alıb. Çünki cüt funksiyadır. Ona görə 4 dənəsindən 3 dənəsini çıxarıq və yekunda alarıq fx bərabərdir. Deməli, cüt olduğuna görə bu mənfi, yəni mənfidə də və müsbətdə də eyni qiymət alır. Çünki cüt funksiyadır. Tək funksiya isə bildiyimiz kimi yerinə mənfi yazdıqda ümumilikdə işarəsini dəyişir. Deməli, cüt funksiya olduğuna görə bunun tək olan hissəsi getməlidir, məhv olmalıdır. Deməli, m çıxaq 3 bərabər olmalıdır 0-a. Buradan m-in cavabını tapırıq ki, 3-ə bərabərdir. Bu hissəsi yoxa çıxdığına görə cüt olan hissəsi qalır və sabitimiz qalır. Çünki demişik ki, cüt funksiyada sabit ola bilər, təkdə sabit ola bilməz. Biz artıq funksiyamızı da tapmışıq, m-i də tapmışıq. Bizdən f mənfi 2-ni istəyir. Deməli, f mənfi 2-ni tapmaq üçün yerinə qiyməti yazarıq. Eləyər 8 üstəgəl 5, cavab olar 13 və gətirib dediyi qiymətləri yerinə yazsaq, m-in qiymətini vurarıq 13-ə, cavab eləyər 39.